Qurani-Kərimdə dəfələrlə cin barədə söhbət açılmışdır və surələrdən biri də onun adınadır. Burada onların bir neçə xüsusiyyətlərinə işarə edirik. Cin şüurlu varlıqdır və Allah Taala ona xitab etmişdir. Ya məşəral cin vəl-ins, yəni ey cin və ins insan tayfası, məgər siz özünüzdən mənim ayələrimizi təkrar-təkrar sizə oxuyan və sizi bugünkü görüşünüzdən qorxudan peyğəmbərlər gəlmədimi? Onların bəziləri mömin, bəziləri də kafirdirlər. Və ennə minnə muslimun, yəni bizdən bir dəstə Allahın əmrinə təslim olanlardır. Cin surəsi ayə 14. Və ennə minnə salihun və minnə dunə zəlikə, yəni bizdən bir dəstə əməli salih idi, bir dəstə isə əməli salih deyildi. Cin surəsi ayə 11. Onların kişi və qadın cinsləri, övladları və təbii ki, şəhvətləri vardır. Ləm yetmişunnə qabləhum insu və la can, yəni nə bir insanın, nə də cinin toxunmadığı qadınlar vardır. Ər-Rahman surəsi ayə 56. Cinlər Həzrəti Süleyman əleyhissalam üçün dəryadan cəvahirlər çıxarır, onun üçün bənnalıq da edirdilər. Onun əmri ilə bu işləri görən cinlər Süleymanın böyük bir padşah olduğunu göstərirdi. Həzrət Süleyman əleyhissalam onların qoşununu qəbul edirdi. Və həşərə li Süleymana cunuduhu. İnsan cinlərə və quşlara fərman vermək qüdrətinə malikdir. Və həşərə li Süleymana cunuduhu minəl cin vəl-ins vət-teyri. Həzrət Süleymanın əleyhissalam cinlərdən, insanlardan və quşlardan ibarət olan qoşunu nümayişə çıxdı. Ustad Qiraəti Nur təfsiri 8-ci cild səhifə 403. Bəzi peyğəmbərlərin hökuməti olub. Cin insana kömək edə bilər. Peyğəmbərlərin vilayəti rəhbərliyi təkcə insan üzərində deyil, həm də cinlər üzərindədir.